Niyə psixoloqunuzla maksimal dərəcədə dürüst olmalısınız? Əlbəttə ki, söhbət normal psixoloqlardan gedir. Birincisi, müalicə prosesi tez olsun deyə, diaqnostika tez qoyulsun deyə. Çünki siz əgər hansısa məlumatı deməsəniz və ya əsas müraciət səbəbinizi utanıb deməsəniz, uzun aylarla müalicəyə davam edəcəksiniz. Sizin üçün lazım olmayan mövzular haqqında danışacaqsınız, amma nəticə almayacaqsınız. Qarşınızdakı əgər həqiqətən psixoloqdursa, o sizin milli, mentalitet və ya hansısa bir anlayışlara əsasən düzgün həyat tərzinə sahib olan biri olub olmadığınıza baxmayacaq. Psixoloqun məqsədi sizi orada tənqid edib sizə ayıb olsun demək deyil. Sizi narahat edən düşüncədən azad etməkdir. Üçüncü səbəb, pulunuz gedir. Boş-boş terapiyaya gəlirsiniz, müalicə davam etmir, bir dəyişiklik özünüzdə hiss etmirsiniz, çünki probleminizi dilə alıb deməmisiniz belə və pulunuz gedir. Siz o pula gedib özünüzə paltar, ayaqqabı ala bilərsiniz, o pulu yığıb səyahətə gedə bilərsiniz. Psixoloqlar elə də ucuzlu deyirlər, yəni. Amma siz o pulu terapiyaya xərcləyirsiniz ki, mental vəziyyətiniz daha yaxşı olsun. Mental vəziyyətiniz daha yaxşı olmur, eyni zamanda da pulunuz gedir. Nə mənası var? Əgər psixoloq yanına getməyinizə baxmayaraq, ona açıq-açıq öz probleminiz haqqında danışa bilmirsinizsə, sizi saxlayan, narahat edən, utandıran bir şey varsa, açıqlamada sizə tövsiyələr yazmışam. Ümidvaram bu tövsiyələr sizin probleminizin həllində sizə köməklik göstərərlər.